Rəcəb ayı daxil olur, Rəcəb ayında oruc, ibadət, qismət olmalıdır. Bir gün də adam var, oruç tuta bilmir Rəcəb ayında. Adam var, bütün ayı tutur. Adam var, həftədə 2 dəfə tutur. Hərə bir cür. Demirəm, çoxluq mütləq elə üstünlük deməkdir, yox. Hər insanın individual halları var, vəzifələri var. Bunlar hamısı nəzərə alınmaqla deyirəm. Allahın bir izni olmalıdır ki, bu ayda insan ibadət eləsin. Allah lütf eləsin gərək. Yaxşı əməllərə görə heç vaxt biz təşəkkür eləmirik. Biz yaxşı əməlləri öz adımıza yazırıq. Deyir, hər namazdan sonra get səcdə edin ki, şükrən lillah. Yəni ki, şükür ki, bu namazı qismət elə. İnanın ki, qismət olmasa vacib namazı qıla bilməzsiniz. Biz bilmərik, bilməzsiniz. Heç birimiz. İndi buradan çıxandan sonra adam deyir ki, cümə namazına görə, cümə namazda olmasa, cümə günü zöhr namazına, cemaat namazına görə təşəkkür edirəm ki, mənə qismət elədi.